Evdəkilərin israrı ilə xırçıltılı kartof çubuqları hazırlayıram. 3 ədəd kartofun qabıqlarını soyub hissələrə ayırıb qaynamağa qoyuram. Qaynadıqdan sonra süzgəcdə suyunun tam süzülməsini gözləyirəm. Kartof əzəmlə pürə halına gətirib üzərinə duz, sarı kök və qurudulmuş kərəvizi tökürəm. Siz zövqə görə başqa ədviyyatları əlavə edə bilərsiniz. Həmçinin 3 yemək qaşığı qarğıdalı nişastası əlavə edirəm və yüngülcə yoğururam. Taxtanın üzərinə nişasta əlavə edib 2 hissəyə ayırıram. Kündənin birini salafanın arasına qoyub təxminən yarım santimetr qalınlığında mərdanə ilə açıram. Pizza doğrayanla bu qayda ilə kəsirəm. Öncədən qızdırılmış yağda qızardıram. Bu xırçıltılı çubuqları tomat sosu və yaxud mayonezlə yeyə bilərsiniz. Bugün biz mayonezlə yedik. Biz çox bəyəndik. Çalışdım ki, bütün detallarını sizə çəkim göstərim. Video xoşunuza gəldisə səhifəni izləyib bəyənməyi unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir.